Hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Deməli, istəyirəm ki, oğlumun gözəl videolarından göstərim. Gözəl, əyləncəli gördüyünüz kimi, gözəl, əyləncəli, belə deyək də, Allah hər bir şəxsin balasını qorusun, Azərbaycanımızın bütün körpə balalarını qorusun. Xəta baladan uzaq olsunlar. Bax, gözəl, əyləncəli, gözəl yerlər, gözəl mənzərəli, belə nətər deyək də, Qazağımızda çocuklarımız üçün, uşaqlarımız üçün maşallah olsun, gözəl, əyləncəli yerlər açılır, belə deyək də. İndi reklam etməyim, adını çəkməyim, bir neçə dəfə paylaşımlar etmişəm həmən yerdən. Shorts və yaxud uzun videolar və canlı yayım da açılıbdır, canlı yayım da olubdur orada. Gördüyünüz kimi, bax, bir gözəl oyunlar, belə uşaqlar bir yerdə oynayırlar. Əzizlərim, yəni Qazaxda Dağkəsəmən kəndində yerləşir həmən bu əyləncə mərkəzi. Çox gözəl yerdir. Qazağımızın, Ağsafamızın qonaqları gəlir, uşaqlarını, övladlarını, belə deyək, bu məkanda belə nətər deyək, əyləndirə bilərlər də, belə deyək də, övladları belə gözəl, əyləncəli oyunlar keçirsinlər. İndi belə deyək də, mən də bu şahı olaraq çalışıram ki, belə gözəl paylaşımlar edim və oğlumun gözəl video görüntülərini dostları ilə, belə deyək, qızlarla, oğlanlarla oynayır. Allah hər birini qorusun, mənim oğlum da içində olmaqla. Allah saxlasın hər birini. Çox gözəl, belə, valla, həqiqətən də uşaq olmaq bir bambaşqa bir həyatdır da, belə deyək də. Mən Şaho və Şaho kanalının, belə deyək də, baş administratoru, baş, belə deyək, nətər deyək də, idarəçisi çalışıram ki, bu vəziyyətimdə istəyirəm ki, belə gözəl paylaşımlar edim, gözəl paylaşımlarla sizlərə və xoş gəlsin, bir dənə like vurasınız və sonra da bəyənib paylaşarsınız, kanalımıza abunə olasınız. Görürsünüz də, oğlumun da gözəl videolarını göstərirəm sizlər üçün. Allah bir daha oğlumu da qorusun, bütün hər bir şəxsin balasını qorusun. Yəni Azərbaycan övladları belə sağlam böyüsünlər, mənim oğlum da içində olmaqla sağlam böyüsün və gələcək günləri gözəl olsun, xoş olsun, sevgi dolu həyatı olsun, belə xəta baladan uzaq olsun, pis adamlardan uzaq olsun, çalışsın həmişə insanlarla sadə, səmimi, amma öz yerini bilsin ki, nətərdir, öz haqqını da bilsin, İnşallah oxusun, gələcəyi gözəl olsun, gözəl məktəb oxusun, məktəbi oxuduklarından sonra universitetə, akademiyaya qəbul olsun, belə magistratura, alim və s. gələcəyi yaxşı olsun. Mən belə deyək də, mən nə isə edə bilmədim, oğlum etsin. Oğlum nəsə gözəl gələcəyi olsun, bəlkə bir dövlət xadimi oldu, ola bilər, həyatdır, bilmək olmaz. Bəlkə nəlim, yaxud aktyor oldu və yaxud nəsə rəis oldu və yaxud həkim oldu və s. Yəni, ya hüquqşünas oldu, ya
həkim oldu, ya müəllim oldu, bilmək olmaz. Yolu yaxşı yol olsun. Pis əlamətlərdən uzaq olsun. Bu günümə də şükür edirəm ki, pis əlamətlərdən uzaq olmuşam. Pis əlamət yox, əməllər. Pis əməllərdən uzaq olmuşam. Çalışmışam ki, nə özümə zərər yetirim, nə də başqasına zərər yetirməyim. Olubdur, indi dava dalaşda olubdur, indi belə deyək də. Əsas odur ki, çocuklarımız görürsünüz nə gözəl oynayırlar. Allah hər birini qorusun, Allah köməkləri olsun, bir daha Allah mənim oğlumu da qorusun. Allah hər bir şəxsin, bu videoya baxan hər bir şəxsin balasını qorusun və olmayanlara da qismət olsun inşallah. Kimi ki balası olmur, övladı olmur, inşallah onlar Allah'ın köməkliyi subaylara nəsib olsun, subaylar evlənsinlər, oğul qıziyəsi olsunlar. Mən buradan bir dənə də bir şey deyim ki, mən bir nəfərə deyirdim ki, Mart ayında başım bağlanacaqdır. Mart ayında başım bağlanacaqdır. Deməli, təsəvvür eləyin ki, dedim ya Martın əvvəli ya axırı başım bağlanacaq. Martın əvvəlindən axırına kimi. İnşallah yani her şey həll olunubdur, yəni toy qalıbdır, toy da olacaqdır. Deməli nə qalıbdır? Belə ki, yəni mən müəyyən nəsə dediyim olur, Allaha qurban olum. Bu günümə də şükür edirəm ki, gözüm yaxşı görməsə də belə deyək, amma müəyyən istədiklərim olur, Bu günümə də şükür edirəm, Allahıma şükür edirəm. Bir dənə Allah'tan arzum odur ki, övladım xəta baladan uzaq olsun, pisliklərdən uzaq olsun. Öz övladıma nə arzulayıram, mənim bu videoma hörmətlə, izzətlə baxan hər bir şəxsin övladına onu nəsib edirəm. Görün nə gözəl oynayırlar balalarımız. Allah qorusun, bir daha var olun gözəl, dəyərli dostlarım. Allah hər birimizə can sağlığı versin. Allah balalarımızı qorusun, balalarımızın başının üstündə olağım. Belə mən də ailəlikdə, yəni belə deyək, oğlumuzla birlikdə bax gözəl günlər keçirək, gözəl şadlıq, əmin-amanlıq olsun. Pisliklərdən uzaq olaq. Bir də bir şey deyim ki, ola bilsin videoma nətər deyək də, hər bir şəxsin həyatında müəyyən gəlirli insanlar var da, belə deyək də, mən o məxluqlar demirəm, belə insandır da, o da insandır. Yazıq məndədir da, belə deyək. Demək istəyirəm ki, sən gərək ağıllı olaydın. Tamahkarlıq insanı bu vəziyyətə salır. Tamahkar olmaq olmaz. Tamahkarlıq insanı pis vəziyyətə salır. Bir sözlə ki, bu videom ancaq belə gözəl görüntülü, gözəl oğlumun gözəl videosudur. Allah balamı qorusun, Allah oğlumu qorusun. Amin inşallah. Var olun əzizlərim, gözəl dəyərli dostlarım. Kanalımıza da abone olmağı unutmayın. Videomuzu da beğenmeyi unutmayın. Təşəkkür edirəm, hər birinizdən minnətdaram. Allah həmişə yaxşıların başının üstündə olsun. Amin. Allah bütün körpə balalarımızın, saf körpə balalarımızın başının üstündə olsun. Amin.